Deməli, birinci hissədə biz sizinlə diaqnostika, problemimizi görmək, ehtiyaclarımızı müəyyən etmək istiqamətindən danışdıq. Sualların bəzilərinə cavab verdik. Ə, və qeydiyyat götürdünüz ki, əslində dəyərsizlik özünü necə göstərə bilər və özünüzü təhlil etməyə yönəldiniz ki, nə baş verir, hansı etaplarda məndə bu var və mən sizə bir neçə suallar verdim. O suallarla artıq özünüzü təhlil edə bildiniz. Bəzi şəxslərin sualları yarımçıq qaldı və bu ikinci linkdə suallara cavab verəcəm. Eyni zamanda bayaq qaldığımız hissədən də davam etməyə çalışacağıq. Aha, bəli, hər şey seyv olunur və yerləşdiriləcək. Kim baxa bilmirsə narahat olmasın, çünki qrupda çox iştirakçı var, hamısı bu gün qoşula bilməyib. Aha, deməli mən bayaq yarımçıq qaldım. Suallarınız o qədər çox idi ki, suallara qaçdım. Amma yarımçıq qaldıq. Gəlin biraz daha dərinə enək. Ümumiyyətlə kiminsə özünü pis hiss eləyə bilər, kimsə biraz narahat ola bilər, kimsə biraz təşviş ola bilər. Ola bilər də çünki istər-istəməz biz ağır bir mövzuya qoşulmuşuq. Yəni bizim daxili yaralarımızı incidən, daxili uşaq versiyamızı incidən, münasibətlərdə bizi yaralayan tərəflər çox həssas mövzulardır. Yəni ilk öncə bunu qeyd edeyim ki, toxunduğumuz şeylər danışdıq, getdik deyil də. Hamımızın bir yaşamışlığı var, insanıq. Ona görə özümüzə gəlin birinci anlayış göstərək. Sizdən xahişim budur ki, özünüzə o anlayış göstərin. Pis də ola bilərik, narahat da ola bilərik, təşvişli də ola bilərik, qorxa da bilərik. İndi özünüzü dünyanın ən axırıncı insanı belə hiss eləyə bilərsiniz, ən lazımsızı belə hiss eləyə bilərsiniz. Normaldır. Okeymi? Çünki az şeylər yaşamamısınız. Bu yaşınıza qədər gəlmisiniz, inciklik, qırıqlıq, narahatlıq, necə deyim, problemlər. Yəni əgər biz bu gün burdayıqsa, bu gün bura toplanmışıqsa, məqsədimiz odur ki, özümüz üzərində işləyək, bu yaralarımızı zaman-zaman həll edək. Bir də sizə vacib bir şey deyəcəm. Həyatda heç nə bir dəfəyə həll olmur. Yəni bunu sizə kimsə deyirsə, bu çox yanlış bir şeydir. Ay bu texnikanı elə düzələcəksən. Ay filan sözü 15 dəfədə düzələcəksən. Ay filan adam nə bilim sehr elədi, möcüzə elədi, yox. Bu həyatda qısa və net deyirəm. Əgər nəyisə həll eləmək istəyirsinizsə, real şəkildə deyirəm və bu gün də sırf sizlə onu işləyirəm. O problemin gözünün içinə dik baxacaqsınız. O problemin varlığını qəbul edib işləmək lazımdır. İndi bunu necə eləyəcəyik? Mən artıq birinci hissədə göstərdim sizə, suallar verdim və siz o problemi özünüz çıxartdınız. Mən sizə həll demədim ki, özünüz öz probleminizin həllini bildiniz. Görürsünüz, mən sizə sual verdim, artıq siz özünüzü tapdınız. Mütəxəssis sizlə belə işləməlidir. Həm də mən sizə burada doğru mütəxəssis yolunu göstərirəm ki, mütəxəssis sizdən necə işləməli. Sizə kimsə məsləhət vermək hüququna malik deyil, mütəxəssis olsa belə. Sizə necə deyim, kimsə belə deyim ki, tənqid etmək, qınamaq, ağıl öyrətmək, probleminizi kiçiltmək belə ixtiyar deyil. Həqiqi mütəxəssis özünüzə yaxın hesab etdiyiniz mütəxəssis seçirsinizsə, mən olsam belə, mən daxil belə, sizə həqiqətən düzgün sual yöntəmi ilə yönəltməlidir ki, problemi müştəri, yəni şəxs özü görsün. Yəni artıq belə. Belə. Okay, mən davam eləyirəm. Deməli, aydınlıq mərhələsi. Artıq bayaqdandır danışırıq. Dəyərsizlik ümumiyyətlə necə formalaşır? Yəqin ki, bayaqki suallardan, verdiyiniz cavablardan hərə özünü gördü. Birinizdə bu 15 yaş idi, birinizdə 20 idi, birinizdə hansısa etap idi, özünüz artıq gördünüz. Yəni mənim burada deməyimə ehtiyac yoxdur. Ümumiyyətlə ilk dəyərsizliyi bizə keçir bizim doğulduğumuz, böyüdüyümüz mühitdə. Bəlkə də siz düşünürsünüz ki, bomba bir ailədə böyümüşəm. Maddi imkanları zor, lüks tətillər, nə bilim də bomba da yəni. Amma ola bilər ki, ana bətnində olarkən, məsələn deyirəm, ananız hansısa etapda çox güclü narahatlıq keçirib, qorxu keçirib. Yəni siz bunu bilmirsiniz də, yəni 9 ay ana bətnində biz bunu bilmirik. Yəni burdan belə psixamıza müəyyən şeylər proqramlana bilər və yaxud da doğulmusunuz, 1 yaşınızda bu olub, heç xəbəriniz yoxdur, bəlkə heç xatırlamırsınız. Çünki ağır proqramları şuur özü gizlətməyə çalışır. Yəni bunu görməmisiniz, məsələn üçün deyək ki. Bu amma sonrakı etapda görünür. Deməli, bizdə normalda dəyərsizlik duyğusudur. Dəyərsizlik gələndə ümumiyyətlə öz bacı qardaşını da gətirir. Dəyərsizliyin bacı qardaşı nədir? Dəyərsizliyin bacı qardaşı yetərsizlikdir, bir də sevgisizlikdir. Dəyərsizlik varsa avtomatik özümü sevməmək var, özümə dəyər verməmək var, özgüvən problemi var, yetərli olmamaq problemi var, əskiklik problemi var, qüsurlu olmaq problemi var, dünyanın sonuncu insanı olmaq problemi var, depressiyada olmaq var. Baxın, özümə dəyər verə bilmirəm. Əslində baxın, iş tapmaq məsələsində çoxunuz müsahibələrə gedirsiniz, kəsilirsiniz, məsələn deyirəm, imtahan verməyə çalışırsınız, məsələn deyirəm, istədiyiniz nəticə olmur, münasibət qurmağa çalışırsınız, çünki niyə görə özümüzə olan dəyər duyur. Bəzən sizə məsələn doğru bir insan çıxır, məsələn deyirəm, doğru bir kişi partnyor, çox xanımda olur bu. Həddindən artıq imkanlı bir bəydir, hər şəraiti var. Yəni ailə qurmağa bəzən heç özünüzü belə o bəyə belə layiq görmürsünüz. Və yaxud da əksi də ola bilər. Bəydir, ona xanım
çıxır. Xanım o qədər belə şişirdib qoyub dağ başına. Yəni baxın, bir də bunu baz olaraq deyim. O məndən üstündür, mən aşağı və yaxud da o məndən aşağıdır, mən üstün. Bu varsa artıq dengə pozulub. Yəni normallaşını sabah otuzduracağam. Yəni sabah sizlə Zoom linki atacağam. Orada normalını otuzduracağıq. Bu gün biraz yaralara toxuna-toxuna gedirəm. Deməli, uşaqlıqdan bu bizdə gəlir. Mamanın bizə olan emosional münasibəti necə olub? Baxın görün, mama modeliniz necə olub? Papa model, ata modeliniz necə olub? Ola bilər mama ilə az ünsiyyətiniz olub, ya ata ilə. Kimlə böyümüsünüzsə, o insanın emosional fonu, o insanın sizə olan münasibəti istər-istəməz bizdə bunu yaradır. Yəni bu hər şey ola bilər. Məsələn, ola bilər ki, adi primitiv bir şey, pomadanı götürüb çəkmisiniz, həmin an ananız qışqırıb, hətta sizə şillə vurub. Məsələn, primitiv üçün adi gəlir bəlkə ki, pomada götürmüşdüm, amma burada belə nə isə ola bilər. Əgər özünüz valideynsinizsə, buna da xüsusi diqqət yetirin ki, övladıma qarşı necə? Ümumiyyətlə övladınız sizin birbaşa aynanızdır. Bu başqa bir mövzu olsun. Yəni bizdə bu yaranır uşaqlıqdan, daha sonra isə münasibətlərdə yaranmış olur. Ümumiyyətlə münasibətlərdə bəzən sual verilir, şəfalanma mümkündürmü? Şəfalanma deyəndə, yəni münasibətim sağlam olsun da, artıq toksik nələrsə istəmirəm deyirsinizsə, təbii ki, bu mümkündür. Öz üzərimizdə işləyərək, özümüzü gördükcə, öz problemlərimizi gördükcə, başa düşəndə ki, nəyə niyə edirik, münasibətlərimizi həqiqətən düzəldə bilirik. Amma yox, qarşı tərəfi manipulyasiya eləmək istəyirsinizsə, elə eləyim ki, bu belə olsun, elə olsun ki, bu belə olsun, idarə etmək istəyirsinizsə, nələrləsə, kənar təsirlərlə, sehrlə, möcüzə ilə məşğulsunuzsa, təəssüf ki, münasibət şəfalanmır. Çünki həqiqi olan bir şey həqiqidir. Saxta olan bir şeyi nə qədər həqiqi tutmağa çalışsanız da özünüzü yoracaqsınız. Yəqin nə demək istədiyimi başa düşürsünüz. Motivasiya ilə psixologiya tamam ayrıdır. Kök səbəbi bilmədən, kök problemə enmədən sizlə heç kəs düzgün şəkildə işləyə bilməz. Hətta dinlədiyiniz meditasiyalar olsun, texnikalar olsun, ödənişsiz YouTube videolar, düzdür, bunlar bizə lazımdır, kitablar olsun, lazımdır. Amma kök səbəbə enməmiş, sadəcə motivasiya videosuna baxmaqla da bu bizdə işlənilmir. İlişib qalırıq. Bu hissəni birinci hissədə danışırıq. Niyə eyni hissədə stak oluruq? Yəni ilişib qalırıq. Çünki qorxuruq o problemi görməkdən. İnsanın bu həyatda ən çətini bilirsiniz nədir? İnsan üçün bu həyatda. İnsan üçün həyatda özü ilə üzləşə bilmək ən çətinidir. Çox ağır söz dedim. Yəni, baxın, özünüzlə baxın, bütün psixologiya olsun, bütün coaching olsun, bütün hansı yola gedirsiniz, gedin, fərqi yox. Bütün hər şeyin təməli insanın özünlə üzləşməsi, özünü qəbullanması, öz valideynlərinlə, öz keçmişinlə, öz indiki reallığını qəbullanmasıyla başlayır. Yəni, bir illuziyada yaşayırıq, bir illuziya bir dənə belə olsa, məsələn, baxın, mən sizə birinci hissədə sual verdim. Məsələn, sizin narahat olan, ilişdiyiniz o nöqtəni buraxsaz, nə ilə üzləşərsiniz? Məsələn, bəziniz dediniz ki, tərk edilərəm, bəziniz dedi, rədd edin. Çünki ilişdiyiniz nöqtə var idi, onu görmürdünüz. Yəni, illərlə ilişirik. İllərlə ilişdiyimiz yer nə adlanır? İllüziya. Mən özümü aldadıram. Mən özümü aldadıram ki, eyni yerdə olum. Mən özümü aldadıram ki, eyni senariləri təkrar yaşayım. Baxın, bir xanım götürək və yaxud da bir bəy götürək. Bəylər də burada var, haqsızlıq eləmək istəmirəm. İllərlə terapiya alır. Gəzmədiyi psixoloq, getmədiyi yer qalmır. Amma deyir ki, eyni senariləri təkrar yaşayıram. Bir dənə söz deyəcəm. Eyni senarini təkrar yaşamamaq üçün eyni yaşadığın şeyi buraxmaq lazımdır. Çox insan buraxa bilmir. Acıdır. Çünki buraxsa üzləşəcəyi həqiqətlərdən qorxur deyə buraxa bilmir. Ona görə motivasiyadır, nə bilim, kənar sözlərdir, filan kəs belə etdi, yox. Ən yaxşı, ən güclü dayağınız düzgün mütəxəssislə işləyib özünüzü çözməyinizdir. Ən düzgün dayaq. Hətta kitab belə alıb oxuyanda bir də oxursa, bu nə kitabdır deyib keçirsiniz. Normaldır da, hamının psixologiyasına bütün kitablar oxşar deyil. Mütəxəssis də belə. Yəni, hər birimizin özümüzə məxsus, necə deyim, seçdiyimiz mütəxəssis var. Necə ki, indi siz məni seçmisiniz, mən sizə təsir eləyə bilirəm, psixoloji olaraq, siz artıq bilirsiniz. Yəni, sizdə şübhə yaratmıramsa, sizdə güvən problemi vermirəmsə, demək ki, sizin üçün doğru bir mütəxəssisəm. Yəni, siz mənə bu cür şəkildə yanaşırsınızsa, super. Amma kimsə sizdə içinizdən narahatlıq, sıxıcılıq, güvən və şübhə problemi verirsə, o insan sizə uyğun insan deyil. Bu hər şeydə belədir. İstəyir münasibət olsun, istəyir hər şeydə. Və baxmaq lazımdır. Məndə nəyi tətikləyir? Okey, suallarımıza cavabla gedəcəyik. Okey, deməli, mən bugün sizə atmışam keçmişdəki mənə məktub praktikasını. Eləməyənlər varsa eləyər. Bu, məcbur deyil sizi test eləsin, yox. Mən istəyirəm rahat bir orta, bir də 30 dəqiqə divara baxmaq çalışması. Bu da bacara bilənlər üçün möhtəşəmdir. Sırf özünlə üzləşmək istəyənlər üçün.
Aha, bir də biz lazımdır ilk yaş etaplarımıza baxaq. Bunu sizə sunduğum iki texnika ilə baxacaqsınız. İki texnika ilə baxacaqsınız. Texnikalar, üç dənə texnika olacaq. Bugün ikisini atacağım. Sabah da birini bununla baxacaqsınız. Bir dəfə texnika ilə heç nə dəyişmir. Yəni biz buradayıqsa gəlin reallığı qəbul eləyək. Bir texnika ilə, bir sözlə, bir motivasiya ilə, bir ödənişsiz marafonla nə isə dəyişmir. Nə isə dəyişmə bilmə potensialına malikdirsə, o sizin öz iradəniz daxilində olan və sizin şüurunuzun nə qədər açıq olduğunu göstərə biləndir. Verdiyiniz qərarlar, verdiyiniz seçimlər tamamilə sizin öz daxili iradəniz vasitəsilə olub. Məsuliyyəti yəni özümüzə götürək. Kimsə belə dedi, mən də belə edim. Kimsə elə dedi, yox. Yəni buna xüsusi diqqət edək. Yəni daha dərindən işləmək lazımdır. Yəni ilkin etapda tövsiyə olunur ki, daha dərindən işləyə biləsiniz. Okey, bir də sizdə indi suallara cavab verməyə keçəcəm. Görüm suallarda burada nə varsa, deməli ki, dərdləşə bilərsiniz. Mən qrup açacağam çox güman, chat qrup açacağam. Orada da yaza biləcəksiniz. Vaxt limiti qoyacağam, amma yazacaqsınız. Ayrıca bir qrup olacaq. Başqa bir planım var sizlə. Əgər yəni istəyən şəxslərlə məcburi deyil. Ümumiyyətlə mən məcburiyyəti sevmirəm. İnsanları məcbur etməyə ümumiyyətlə xoşlamıram. Mən istəyirəm ki, hər şey qarşılıqlı olsun. Mən sizə dəyər verirəm, siz də mənə dəyər verin, mən sizə hörmət edirəm, siz də mənə hörmət edin, mən sizə güvənirəm, siz də mənə güvənin. Mən sizə yaxşı təsir edirəmsə, həyatınızda olmaq istəyirəm. Amma yox, uyğun deyiləmsə, həyatınızda da olmaq istəmirəm. İndi suallarla baxacağam. Okey. Bir də bu danışdıqlarımız, birinci hissəni yekunlaşdırım, sualları keçəcəm. Yekun söz deyim, ola bilər ki, kimsə indi video rekorda baxanı bu hissədən sonra bəlkə heç suala baxmaq istəmir. Deməli, birinci bizim birinci hissəmiz ümumiyyətlə yekunlaşdı. İkinci hissə sabah olacaq, norma, dəyər duyğusunu daxilimizə yerləşdirmək. Çünki burada bir neçə xanım əslində ona toxundu. Mən burada gördüm suallardan ki, toxundu, konkret olaraq keçid etdi. Amma sabaha onu saxlayıram. Çünki birdən-birə sizə yükləyə bilmərəm. Çünki birdən-birə yüklənsəniz özünüzə, yəni psixoloji olaraq yüklənmiş olarsınız. Ola bilər kimsə ağlaya bilər, kimsə narahat ola bilər, təşvişlənə bilər. Bu normaldır. Bunun olması çox normaldır. Biraz özünüzə zaman verin, incitməyin. Ola bilər bəlkə indi gedəsiniz deyəcəksiniz, yox, mən hələ bu texnikanı eləmək istəmirəm. Saxlayın bir həftə sonra eləyin, saxlayın 10 gün sonra eləyin. Amma özünüzü hazır hiss eləyəndə və özünüzü uyğun biləndə eləyin. Bəli, video paylaşılacaq. Video paylaşılacaq deyəndə ki, yəni YouTube kanalına yerləşəcək. Kim istəsə sonradan maariflənmək üçün baxa bilər. Çünki ola bilər elə insan var ki, həqiqətən sonradan qoşula bilir, baxa bilir da və s. Okey, bu danışdıqlarımızın hər bir şey ümumiyyətlə suallara keçirəm indi. Bizim danışdıqlarımızın hər bir şey bizim 1% cəmi təşkil edir. Əgər daha çoxunu işləmək istəyirsinizsə, mən sizə yaratmış olduğum Mənəvi Həyatlar kanalını tövsiyə edəcəm. Bugün çatdırsam məlumat verəcəm, çatdırmasam sabah sizlə bölüşəcəm. Kimsə davam eləmək istəsəz, artıq orada davam edə bilərsiniz. Qarşı tərəfdən seçilməmək nədir? Hansı valideyniniz tərəfindən nə zaman seçilməmisiniz, görülməmisiniz, duyulmamısınız? Nədə seçilmirsiniz, onu yazın. Belə bir şey var. Şuurlu şəkildə sağlam bir münasibətdə layiq olduğumu bilirəm, qəbul edirəm. Lakin bunu reallaşdıranda mənim başıma gəlmirmiş kimi hiss edirəm. Sanki mənim üçün həqiqətən belə bir şey baş versə, sanki yuxu kimi hiss edirəm. Bunun arxasında hansı proses dura bilər? Dissosiasiya olanda nəyə nəzərdə tutursunuz? Yəni özünüzü ayrı demək istəyirsiniz. Yəni əlaqəyə reallaşanda nə baş verir? O istədiyiniz şey baş versəydi nə ilə üzləşərdiniz? Bunu düşünün. Okey, bir xanım əgər pula görə partnyorundan ayrıla bilmirsə, bu nə deməkdir? Atası çox kasıb olub? Yox. Bu sözü ümumiyyətlə heç kəs deyə bilməz ki, atası kasıb olub. Belə danışmaq da düzgün deyil. Sadəcə baxın belə bir şey deyim. Baxın bir suala net cavab heç zaman vermək olmaz. Çünki insanlar çoxdur, insanların yaşayışı da fərqlidir. İzah edə bilirəmmi? Sadəcə sualı baxın belə verə bilərəm sizə, əgər o sualla müraciət edirsinizsə. Hansı valideyninizdən maddi olaraq doymamısınız? Bəlkə həmin insan deyəcək, mən valideynimdən maddi olaraq doymuşam, o zaman biz başqa şeyə baxmalıyıq. İzah edə bilirəmmi? Amma yox, xanım düşünürsə, məsələn, sual verdi kimi idisə, əgər o düşünürsə ki, hə, məndə bu atadır, bu ehtiyacı doldurmayacaq. Onun üçün cavab atadır. Amma bu o demək deyil ki, hamı üçün cavab atadır. Bəlkə bir insan var, atadan bu oldu, atadan yəni maddi cəhətdən hər şey görüb, amma yenə də partnyorundan ayrıla bilmir. Burada artıq başqa bir şey var. Biraz özəl olduğuna görə, yəni necə deyim, şəxsi, individual olduğuna görə
Həmən insan artıq özü başa düşəcək ki, mən orada ona nə etsə demək istəyirəm və artıq o məsuliyyət götürüb birbaşa sessiyada qatıla bilər məndən təkbətək ki, hə mən bu məsələni çözmək istəyirəm. O zaman welcome. Amma konkret cavab yoxdur. Ümumiyyətlə insanları yanlışdır konkret cavabla yönləndirmək. Düzgün mütəxəssis bunu etmir. Etmə səlahiyyətinə malik deyil. Çünki başqası baxır örnək götürür, amma hamımızın həyatı eyni deyil, fərqliyik. Disiplinli ola bilmirəm. Münasibət yaxşı getdiyi halda özüm problem yaradıram. Bunun səbəbi nədən ola bilər? Münasibət yaxşı getdiyi halda özüm problem yaradıram. Bunun səbəbi nəyə özünüzü layiq bilmirsiniz? Problem yaradırsınız. Nəyə ehtiyac duyuram ki, özüm bu problemi yaradım? Nədən qaçıram? Problem yaratmasam necə olacaq? Bir də baxın valideynlə olan məsələnizə baxın. Valideynlərimdən hansısa, yəni ikisindən biri öz aralarında bu cür münasibətdə idi. Çünki bizim ilk münasibət modelimiz ailədən, buna baxa bilərsiniz. Ana bətnindən cinsiyyətim qəbul olunmadı. İçimdə dedim ki, dayan, indi yaxşı qız, oğlan qız olacağam deyə içimdən fısıldamışdım. İllər sonra hazırda 31 yaşım var və yeni evliyəm, ruh kimiyəm. Dəyərlərdən nəsibimi demək olar ki, dəyərlərdən nəsibimi demək olar ki, anlamadım. Mən bu sualı başa düşmədim. Əgər ruh kimisinizsə, ola bilər ki, son dövrlər yaşadığınız o əməliyyatlar, problemlər sizi incidə bilər. Yəni insansız. Özünüzə biraz icazə verin. Pis olmağa da icazə verin. Mənim də pis olmağa ixtiyarım var. Mən icazə verirəm. Yetərsiz olmağa, dəyərsiz hiss et. Bu hisslər, baxın, sizə elə gəlməsin ki, yəni, baxın, bütün duyğulardan insanların hamısı keçir. Dəyərsizlikdən də, yetərsizliklərdən də, sevgisizlikdən də, depressiyadan belə ən qədər insan keçir. Özünü pis hiss etmək. Məsələn, o xəstəlik deyilsə, mən də 7 ilə yaxın xəstə olmuşam. Bax, mən də sizə deyim, 7 ilə yaxın mən də xəstə olmuşam. Mübarizə aparmışam və qalib gəlmişəm. Məsələn deyim. Amma keçmişəm o etapdan. Özümə icazə vermişəm. Bəzən dibə də düşmüşəm, bəzən sıfırda da olmuşam. Bəzən mən də özümü dəyərsizliyin ən pik nöqtəsində icazə vermişəm. Amma bugün artıq onu dəyişmişəm. Öz üzərimdə işləyərək, psixoloqla işləyərək, mentor işləyərək mən dəyişə bilmişəm. Deməli, siz də bunu edə bilərsiniz. Mən bacarmışamsa, siz də bacara bilərsiniz. Hər kəsdə hekayə fərqlidir. Ruh kimi olmaq normaldır. Baxın, uzun müddətli ola bilər ki, dərmanlardır, uzun müddətli ola bilər xəstəliklər. Bu proses sağlam, biz xəstə bir, yəni nə baxımdan xəstə, fiziki cəhətdən xəstəyirsə, bunun olması çox normaldır. Özünüzə icazə verin. Sadəcə indi nə edin? Ruhunuza yaxşı gələn şeylər eləyin. Bəlkə də siz bu gün deyirsiniz ki, məsələn, tam ruhuma heç psixoloq da yaxşı gəlmir, heç eləməyin. Sadəcə musiqi açıb dinləyə bilərsiniz. Sadəcə nə bilim, nə baxın görün nə sevirsiniz. Ruhunuza nə gəlirsə o. Bəlkə də deyəcəksiniz ki, hə, məsəl üçün gedim Könül xanımla işləyim, gəlin işləyin məndən. Okay, sizə yaxşı gəlirəmsə gəlin işləyin. Bəli, paylaşaram YouTube-da. Çox təşəkkür edirəm. Valideyn emosional profilin vacibliyini vurğuladığınız üçün çox vaxt terapiyada bu hiss ötürülür. Eynən. Məndə ümumiyyətlə indi bu Layla xanımdır. Layla xanım ümumiyyətlə mənim bütün demək olar ki, proqramlarıma qatılıb da. Mənəvi həyatlarda varsınız. Mənəvi həyatların 2 proqramını səhv eləmirəmsə Layla xanım alıb. Orada görürdü ki, mən valideyn travmaları ilə dərindən işləyirəm. Valideynin kökünə enirik. Yəni valideyni həll eləməmiş həyatımızda mama papa terapiyadır. Onları həll eləməmiş həyatımızda tam rahat ola bilmirik. Yəni o etaplar işlənməlidir. Mütləq şəkildə işlənməlidir. Eyni yaşadığımız şeyi buraxmağımız üçün niyə yaşadığımıza baxmaq lazımdır. Ola bilər ki, depressiya keçirtmisiniz, yoxlamaq lazımdır. Yəni mümkündürsə, heç olmasa ödənişsiz bir mənimlə psixoloji sessiya yazın. 15 dəqiqə sizi yoxlayaq, görək depressiya mı var? Nədən əziyyət çəkirsiniz? Çünki çox zaman yaşadığımız şeylər, belə deyək ki, birbaşa psixoloji səbəblər olur. Konkret baxmaq lazımdır məsələyə. Məsələn, mən niyə görə deyirəm, konkret müəyyən etməliyik ki, sizdən nə var? Çünki konkret müəyyən etməsə mən sizlə necə işləyə bilərəm məntiqlə? Bir insan konkret problem, məsələn, mən adi çörək alıram, pul ödəyirəm. Mən başa düşürəm ki, çörək qara rəngdədir. Məsələn, ona görə 1 manat pul ödəyirəm. Çörəyi alıram yemək üçün. Məqsədim var da, pulu verirəmsə, aldığım şeyi də bilirəm, rəngini də bilirəm. Mütəxəssis də elətdə, ödəniş ödəyiriksə başa düşməliyəm ki, mən nə üçün ödəniş edirəm və mən bundan nə alacağam? Mən bu problemlə nə işləməliyəm? Bunu bilib eləməliyəm. Yəni hər şeydə belədir sistem. Bu dəyər faktoru bundan. Bir də özümə dəyər verirəmsə, avtomatik olaraq, yəni özümə dəyər verirəmsə, həqiqətən bu dəyərimə uyğun insanı seçirəm həyatda. Eynən. Çox çətin prosesdir, sizə anlayıram. Eynən. Allah şəfa versin sizə. Bəli, video paylaşılacaq, yəni save olunacaq. Tamam, bir qız çirkindirsə, özünü daim gözəllərlə müqayisə edirsə, özünü çirkin deyilsiniz. Baxın, çirkin, axmaq,
taxtabaş, kobud ifadələrdə düzdürmü bunlar hamısı? Uşaq vaxtı hər birimizə deyilib. Yəni bilirsiniz necə? İstər-istəməz valideynlərimiz də qınalası deyil. Bu başqa biridir. Valideyn temasını işləmək istəsəz, nə bilim özlərin terapiya olmaq istəsəz, gəlin mənəvi həyatlarda işləyək. Amma heç kəs çirkin deyil. Kimisə burnu belədirsə, çirkin deyil. Kimisə qulağı yekədirsə, çirkin deyil. Yəni mənə görə insanın belə deyək, xarakteri, əsas xarakterdir. Mən nə edirəm onun burnunu, saçını, gözünü? Nə mənası var? Dodağını, nə bilim harasını, özünü qəbul edə bilmir. Səbəb nədir? Özünü aldatmaq istəmir. Dəyərsizlik duyğusudur. İndi bu gün atdığım texnikalarla işləyərsiniz. Siz nə ilə işləyərsiniz? Günah duyğusunu atacağam. Bir də daxili uşaq şəfalım. Görün özünüzü necə hiss edirsiniz. Sonra mənə yazarsınız. Bunu eləsin. Sonra bir də ki, kiməsə zorla nə isə elətdirməyin ha. Ay psixoloq texnika gedib elə xeyr. Məsələn, mən neçə insana link atdım, heç keçid edib qoşulmadı. Onun üçün workshop maraqlı deyil. Yəni mən heç ona yazmadım ki, niyə qoşulmadı. Çünki istəmir də. Yəni bu adam istəmir ki, workshopa qoşulsun. Niyə məcburuyum ki, ha bu niyə qoşulmur? İstəmir. Deməli hər kəs üçün deyil. Ola bilər bəlkə sualı kimsə üçün elətdirmək istəyirsiniz, elə bir şey eləməyin. Yəni o biraz spirituallıqda bir şey var. Karmasına girməyin. Fərqindəlik yaşadım. Əgər mən nə isə buraxa bilmirəmsə, mənə xidmət edir. Bəli. Bəli. Nədə fərqindəlik yaşadısa, mənə yazın ki, mən də belə deyək ki, nəticə kimi bölüşüm digər insanlarla ki, digər insanlar da artıq mənə güvənsin. Düzdür, güvənirlər, amma digər fərqli müştərilər də gələndə mənə güvənsin. Çünki alma verməni də qoruyaq. Yadıma gəlmirsən. Gəlmir. Nəsə, eyni insan həyatıma çəkir, hamısı eyni münasibətlə gedişi deyil. Nə etmək olar? Baxmaq lazımdır ki, mənə nə sərf edir ki, eyni şeyləri dəfələrlə həyatıma sərf edirəm. Hansı duyğumla yaşamaq mənə həzz verir? Hansı qorxumla üzləşmək mənə ağırdır? Mən burada danışarkən və sual verərkən seçici qururam cümləni, fikir verirsinizsə, hiss edirsinizsə. Çünki belə deyim də, asan bir şeylər deyil, yəni insanların suallarına cavab verməsi. Elə mütəxəssissə elə cavab verər ki, daxilən sınarsınız, elə mütəxəssis sizə cavab verər ki, siz prosesi görə bilərsiniz. WhatsApp atılan sualları cavablayacaq. Olar, gələn sabah da onsuz da eləyəcək, sabah da cavablaya bilərəm. Bir insanı unuda bilmək üçün başa düşməlisən ki, niyə bitdi? Onu başa düşməmiş unuda bilməyəcəksən. Baxın, çox problemlər bəzən də sizə lazımdır. Mən tövsiyə edirəm ki, heç olmasa bircə dəfə bir psixoloqla işləyin. Bircə dəfə, bir seans əldə edin. Yəni mənlə işləyin. Əgər onda bacarmırsınız, heç olmasa psixoloji proqramlara qoşulun. Məsələn, məndə mənəvi həyatlardır. Geniş məzmunlu mənəvi həyatlar. Bir il ərzində yazmışam, elə belə baxmayın. Bir il ərzində 3 dənə hissədən, özü yekədir, hissədə elə belə bir şey gəlməsin. İnsan var ki, ora qoşulur, bir il bitirir. Burada mənəvi həyatlara qoşulanlar varsa yazsın. Aranızdan varsa yazsın. Mən ümumiyyətlə qeyd edeyim ki, real şəkildə mən insanlarla işləmirəm. Mən ancaq onlayn işləyirəm. Ona görə xaricdə yaşamağınız problem deyil. Mən çünki həmişə deyirəm ki, mən dövlət müəssisəsində işləyirəm. Onlayn həvəskar, məşğulam. Yəni mən ancaq onlayn götürürəm. Bu gün 3 dənə müştəri mənə yazıb real, hətta uşaq və yeniyetmələrdən. Mən demişəm ki, məndə ancaq onlayndır və hamını da götürmürəm. Elə bilməyin ki, bütün ömrüm işdə keçir. Yox, həftəyə 2-3 insan ancaq məndə alınır. Mən 26 ildir bir insanla döngü necə edim, həll edim. Baxmaq lazımdır. Sual ümumidir. Siz orada döngü dediyiniz şey nədir? Onunla üzləşin. Baxın ki, bu nə döngüsüdür? Bir də ki, qarşı tərəfdən ayrılmaqla, qarşı tərəfi tərk etməklə, yox, bəzən bu döngü buraxsanız belə davam edir. Beyninizin içində davam edir. Ən çətini də budur da. İnsan ayrılır, unudur. Həyatında yoxdur fiziki, amma beyninin içində gedir. Beynin içində bitirmədikcə qarşı tərəflə nə etsən də olmur. Yəni məsələ bəzən qarşı tərəf olmur. Məsələ bəzən özümüz oluruq. Bunu sırf günahlandırmaq üçün demirəm. Yəni ola bilər bəziləriniz bu cür başa düşsün, amma belə olur. Eynən. Özünüzün fərqindəsiz. Hə, başa düşdüm. Kognitiv dissosiasiya. Rahat dildə yazın, elmi dildə yazmaya da bilərsiniz. Özümü rəsmi konfransda hiss edirəm. Ödəniş nə qədərdir? Şəxsiyə yazarsınız, məlumat verərəm. O dövlətdə xeyr, qəbul yoxdur. O dedi, ancaq mən onlayn qəbul edirəm. Eynən Mehman bəy. Okay. İndi gəlin baxın, bəzi insanların mənim iş profilimə yazdığı suallar var. Vaxtımız qalıb, o suallara da cavab verək. Görüm, kimə yazmışamsa, ürək atmışamsa o. Birinci sual, 18 yaş, adını demirəm. Konkret sual, özümü dəyərsiz hiss edirəm və keçmişə ilişib qalmışam. Nə edə bilərəm? Qoyduğum əsas məqsəd özümü toplayıb keçmişə ilişib qalmamaq. Buna aid mən artıq praktik çalışma göndərdim. Xanıma da mesaj yazdım ki, cavablandı.
Buna artıq mən deməli praktik çalışma göndərmişəm. Bu gün də 2 dənə texnika. Məncə sualınızın cavabını buradan tapa bilərsiniz. Daha çoxu lazım olsa konsultasiyaya yazılmağınızı tövsiyə edirəm ki, sizdən birbaşa işləyim. Daha sonra deməli 28 yaş, qorxusuz, özgüvənli olmaq istəyirəm. Hər şeydə özümü günahkar bilirəm. Bu gün günahkarlıq texnikasını eləyəcəksiniz. Bu da məni yorur. Uğursuz evlilik və evlilikdən qurtarmaq arzusu. Bəzən də ətrafımda baş verən deyə bilmirəm, çünki ailədən gəlir. Görün, mənə ver tərbiyə qurtum, hər zaman susmağı öyrətdilər. Artıq danışmaq istəyirəm, ancaq səsim çıxmır. Texnikanı eləyərsiniz, ondan sonra mənə yazarsınız. Yəni texnikadan sonra yazarsınız. Çünki texnikadan sonra çox şey aydın olacaq. Bir də texnikanı eləyəndə tək eləyin, oturaq vəziyyətdə eləyin, yatılı vəziyyətdə eləməyin. Yəni bu bildiyiniz o meditativ texnika deyil də, biraz psixoloji texnikadır. Bunu nəzərinizdə saxlayın. Görüm sonra bu kim idi? Bu heç. Baxaq görək. 29 yaşım var. Niyə hər zaman düşündüyümün əksi olur? Bir şey mükəmməl olacağını düşünürəm, pis oluram. Çıxmaq istədiyim vəziyyət hazırda dəyərsizlikdir. Heç dəyər görmürəm. Baxın, əgər mən dəyər görmədiyimi düşünürəmsə, özümə hansı etapda dəyər vermirəm? Nədə dəyər görmədiyimi düşünürəmsə, o etapda özümə dəyər vermirəm. Buna baxmaq lazımdır. Yoldaşım tərəfinə istəklərimi rədd edir. Hansı etapda özümü rədd edirəm? Buna baxmaq lazımdır. Deməli, məqsədim koç olmaqdır. Coaching vebinarlarına baxmışam. Ödənişliyə qoşulmaq və işimi böyütmək istəyən məqsədim budur. Əgər sırf məqsədiniz ödənişli qoşulmaqdırsa və koç olmaq istəyirsinizsə və buna uyğun koç da tapmısınızsa, mütləq şəkildə ödəniş məsələsini edin və qoşulun, koç olun. Əgər bunu məqsədləmisinizsə. Sadəcə dəyər görmədiyiniz, rədd edildiyinizi düşünürsünüzsə, bu etapı özünüzdə deyirsiniz. Çünki burada məqsəd özümüz üzərində işləməkdir. Buna baxacaqsınız. Deməli, bu xanımın sualı cavablandı. Bəzisinin mesajı silinib, çünki timer'a qoyub. 2 nəfərin mesajı silinib məndən. Çünki özünüz timer'a qoymusunuz. El insanda var, çox uzun mesaj yazıb. Nəysə. Kimisə sualı varsa buradan versin, buradan cavablandırım. Çünki mənə də biraz şey yaranır da, nömrələrdən falan. Amma buradan da kimsə yazsa, indi baxaq görə başqa qalıbmı? Təşəkkürlər yazıb. 18 yaşdan aşağı olanlar mütləq şəkildə valideyn himayəsində sayılırsınız qanunvericiliklə. Mən biraz hüquq qanunu adamıyam. Yəni hüquqla gedən bir insanam və çalışdığım qədər o ədalətli və dürüstlük prinsipini. 18 yaşdan aşağısınızsa, valideyninizin belə deyək, icazəsi ilə bir psixoloqla işləyin. Çünki qanunda belə 18 yaşa qədər valideyn himayəsində sayılırsınız və tək tərəfli olmur. Amma sual verib, gəlin görək. İnsanlardan deyir gözləntisiz olmaq, heç nə gözləməmək, yaşamaq. Nə sevgi, nə təsdiq. Əgər düşünürsünüzsə ki, valideynim mənə təsdiq və sevgi vermirsə, o zaman bu sevgi və təsdiqi özünüz verməyə çalışın. Əgər özgüvənli olmaq istəyiriksə, özümüzü açmaq, öz duyğularımızı bildirmək. Ola bilər ki, valideynim bəlkə də mənim üçün qapalı bir insandır, məsələn deyirəm, qapalı bir şəxsdir, amma mən özümə etiraf etməyə çalışım. Çünki məndə də bir priyom olub ki, mənim valideynim məsələn emosional qapalı insan olub. Məsələn mən psixoloqla işləyəndə, əvvəl psixoloqla işləyəndə deyirdim ki, mən valideynimə belə. O deyirdi ki, əgər valideyniniz hətta başqa bir psixoloq deyirdi ki, valideyniniz sizə emosional qapalı olubsa, bu təbii ki, indi belə deyək ki, böyük şəxslərdən getmir. Onda mən özüm uşaq idim. Bu sualı verəndə o demişdi ki, sənin belə olmağın daha yaxşıdır. Yəni o eləmirsə mən eləyirəm də, okey. Yəni bu 18 yaşa qədər keçərlidir. 18 yaşdan sonra artıq biraz fərqli düşünə bilirik. Əgər 18 yaşa qədər zorakılıq, istismar yoxdursa, yəni belə bir təhlükə varsa, polis var. Əgər yoxdursa, yəni sadəcə emosional məsələdirsə, bunu artıq danışaraq, yazaraq çözmək olar. Zoom-da baxarsınız, salam, mən yazmışdım. Sual münasibətlərdə eyni döngü ailə. Eyni döngü və ailə deyəndə nə nəzərdə tutursunuz? Eyni döngü, baxın, yazırsınız eyni döngü. Eyni döngü nədir? Nəyə yaşayırsınız? Bunu açın, ailə qurmaq. Ailə qurmaq istəyirsinizsə, kiməsə zorla deyə bilməzsən, gəl mənə al, mən səndən evlənirəm, mən səni ərə gedirəm, yox. İradə var. Baxın, mən sizə deyə bilərəmmi ki, gəlin məndən işləyin, məcbur edə bilərəm, yox. Deyə bilərəmmi ki, gəl mənəvi həyatlara qoşul, yox. Sizin iradəniz var, sizin şuurunuz var, sizin seçiminiz var. Yəni siz seçməlisiniz də məni. Düzdürmü? Necə ki mən mənəvi dəyərsizlik workshopunu yaratdım, sizi seçdimdir. Yəni insan bir-birisi, evlilik də belədir, seçmək, seçim məsələsi.
Məsələn, mən Əlini seçmirəmsə, mən Yusifi seçmirəmsə, bu onların pis olması mənasına gəlmir. Sadəcə mən başa düşürəm ki, bu insan mənim daxili vəziyyətimə uyğun bir insan deyil. Və yaxud da o məni seçmirsə, mən özümü zorlamıram, rədd edildiyim yerdə qalmıram, dəfələrlə yox sayıldığım yerə qalmıram. Hı -hı. Okay. İndi mən sizə bir şey göstərəcəm. Biraz mənəvi həyatlardan danışacağam. Sonra kim qoşulmaq istəsə, sabah da danışacağam mənəvi həyatlardan. Bu gün də mənəvi həyatlar mən yaratmışam. Bir illik psixoloji şəxsi inkişaf kanalıdır. Ancaq psixologiyaya aiddir. Burada spiritüallıq yoxdur, netdir, dəqiqdir. Çalışmalar var, praktik çalışmalar var, fərqindəlik podkastları var və 3 moduldan ibarətdir. Birinci etap uşaqlıq travmaları ilə işləmək, anata məsələlərini həll etmək, ayıb, eyib, günahkarlıq duyğusu, güvən duyğusunu yaratmaq, sağlam uşaq böyütmək. Birinci modul budur. Səninlə terapiya. Əvvəl bu tək idi. Məsələn, burdan bir neçə insan var, ancaq buna qoşulmuşdu. Hətta bir neçə. Sonra ikincini yaratdım, dözmə dürəm. Yəni bu baxın, səninlə terapiyanı bir aya yaratmışam. Yəni bu elə belə gəlməsin. Yəni ki, mənim üçün çox bir ilmi həsr eləmişəm. Bu az bir şey deyil. İkinci modul əslində bunları siləcəkdim. Sonra dedim ki, niyə silirəm? Qoy qalıb da, yəni kimsə fayda götürsün. May ayında da tamam başqa bir təqdimat eləyəcəm. Mən xoşum gəlir. Yəni həvəskaram. Mən net yazıram. Məsələn, yalan. Aldanılırsınızsa, istifadə olunursunuzsa, yoxa çıxılırsa, rədd edilirsə, davamlı aqressivlik, davamlı dəyərsizlik, yetərsizlik, narsist münasibətlər, abyuz yaşayırsınızsa, cinsəl manipulyasiyalar, qızları aldadırlar, oğlanlar şəkil var. Sonra şantaj olunursunuz ha, bax onların psixologiyası, hamısını yazmışam. Sonra kişi və qadın balanssızlığı, daxili qadın və daxili kişi obrazlarında ciddi şəkildə problem yaşayırsa, modul 2 öz sevgi. Yəni bunun içindədir. Görün nə qədər, yəni bir də mənəvi həyatdan içində görün nə qədər şey var. Üçüncü münasibətdə uğursuzluq sxemi. Axırıncı dəfə bir xanım mənə yazıb, bunu almışdı. Xanım bundan sonra özünə gələ bilməmiş. Dedi ki, hələ bitirə bilmirəm də. Yəni təsəvvür edin ki, o qədər genişdir, o qədər dedi məndə fərqindəlik yaradıb ki, mən deyir digərinə də qoşulmaq istəyirəm ki, yoxam. Amma deyir, yəni psixoloji, yəni ki, necə deyim də, yəni özümlə deyir o qədər belə qalmışam ki, yəni şey eləyə bilmirəm. Burada ümumiyyətlə münasibət qurmaq istəyən insanlar baxmalıyam ehtiyaclarıma. Məsələn, fiziki, emosional, maddi, intellektual, daxili kişi və daxili qadın, şuuraltı proqramlamalar, toksik münasibətlərdən çıxış, güvən duyğusu, dəyərsizlik, rədd edilmə. Enerji nədir? Çox insan bilmir enerji nədir, enerjini necə yönləndirsin. Məsuliyyət duyğusu, çox insan məsuliyyətdən qaçır. Məsələn, kimisə görə, nəyisə görə belə problemlər yaşayırsınızsa, konkret məsuliyyət atırsınız, amma fərqində deyilsiniz. Və münasibət necə qurun? Bu sənlikdir. Bu 3 modulun hamısı gəlir çıxır mənəvi həyatlar. Bunların içərisində işləyirsiniz. Müddət nə qədərdir desəz, minimum mən düşünürəm ki, minimum 1 ay bitirərsiniz, minimum. Əgər tez istəsəz belə intensivsə 1 həftə 14 gün. Amma psixanın həzm eləməsi üçün sizə artıq zamanı öz şuurunuz, öz şuuraltınız artıq deyəcək ki, nə qədər müddətə həzm eləyə bilərsiniz. Nəticə alanlar varmı? Var. Paylaşmışamı? Paylaşmışam Instagramda. Yəni elə bir şey ola bilməz ki, qoşulasınız, narazı olasınız. Çünki konkretdir, netdir, dəqiqdir, yazılıb, sunulub, performansdan çıxıb. Bir dənə də klub var. Maqnetizm klubu. Bu ancaq münasibətə aiddir. Başdan ayağa münasibət. Amma mən tövsiyə edirəm ki, birinci mənəvi həyatlar, sonra maqnetizm. Burada ancaq A-dan Z-yə qədər münasibətlər, məsələn, sizə maraqlı olan hədiyyələri necə almaq, aslı münasibətlərdən çıxış, sərhədlərimizi necə qoyaq, emosional asılıqdan necə çıxaq, manipulyatorlar və həll yolları, dəyərsizlik duyğusu çıxış, günahkarlıq duyğusu çıxış, sevgisizlik çıxış, sərhədləri qoymaq, donmuş hisslər texnikası, qıcıq olduğunuz məsələlər, aqressiyanı çıxarmaq. Yəni mənim 2 dənə belə deyək ki, fərdi seansdan əlavə 2 hissə ilə işləyirəm. Bir mənəvi həyatlar kanalıdır, 2 də maqnetizmdir. Hansını istəsəz qoşula bilərsiniz. Yəni ki, bundan davam edə bilərsiniz ki, bu sizin üçün budur. Yəni bugün burada danışdıqlarımız cəmi 1%-dir. Daha çoxunu işləmək istəyirsinizsə, tövsiyə edirəm ki, ya mənəvi həyatlara keçərsiniz, ya da maqnetizmə keçərsiniz. Belə, kiminsə sualı olsa şəxsdən yaza bilər, qoşulmaq istəyən olsa cavablamağa hazıram bu istiqamətdən. Bugünkü vebinarımızı yekunlaşdırıram. Artıq mən də çox yoruldum. Demək, sonuncu suala cavab verirəm və sizə texnikanı göndərirəm, işləyirsiniz. Verimlə çox sağ olun, siz də sağ olun. Mən qoşulmaq istəyirəm. Necə? Şəxsiyə mesaj yazarsınız, mən sizə məlumat göndərərəm. Əgər sizə uyğundursa, istəyirsinizsə, buyurun.
Gözüm üstə yeriniz var. Siz də haqqınızı halal edin. Mənim üçün xoşdur. Mən ümumiyyətlə sevirəm insanlara fayda verməyi. YouTube-da da videolarım var. Hətta YouTube videolarım. Baxın, təsəvvür bir müştərim birbaşa mənlə necə əlaqə yaradıb. Heç məni izləmir. Nə Instagramda, nə WhatsAppda, nə heç izləmir. Sadəcə YouTube-a girib araşdırma edib prosta özü üçün baxırmış. Qabağına mən çıxmışam kəşfətdə, bilmirəm YouTube. Hələ YouTube-da da ondan sonra o araşdırıb analiz edib və s. Üstə az yaşı da yoxdur ha, yəni bir 30 plus yaşlı xanımdır. Ondan sonra deyib ki, mən birbaşa seans yazmaq istəyirəm. Belə deyəndə mən şoka qaldım ki, yəni bu məni kimsə tanıyır. Fikirləşdim bəlkə kimsə yönəldi. Falan dedi, yox, mən YouTube-dan baxdım. Elə YouTube-a baxan kimi dedim ki, mən sizdən işləməliyəm dedi və gəldi. İndi özü də burdadır yəqin ki. Könül Babaşzadə yazsaz çıxacaqsınız. Bəli, paylaşacağam, məlumat verəcəm. Belə. Sabah da inşallah ki, dəyər duyğusunu otuzdurarıq. Bu gün texnikaları eləyərsiniz. Tələsməyin, texnikaları bir neçə gündə eləyə bilərsiniz. Praktik sabah da dəyər duyğunu otuzdurmaq. Hətta bu vebinarlara belə təkrar baxa biləcəksiniz. Belə, gecəniz xeyrə qalsın, sevgi ilə qalın, Texnikalar, üzr görüşənə istəyirəm. qalın. Texnikaları biz